Uzun yolun yolcusu, sizinle lezzet olcusu. Salam, hər vaxtınız xeyir olsun. Ləzzət Otçu verilişindən sizi salamlayıram. Bugün Azərbaycanımızın gözəl köşələrindən biri olan Saatlıda olacağıq. Bazarda nələr var? Saatlıda hansı ləzzətlər var? Saatlının gəzməli, görməli yerlərini sizinlə məhz bölüşəcəyəm. İndi isə vaxt itirmirəm. Gəlin Saatlı ilə yaxından tanış olaq. Siz hazırda Azərbaycanın Aran bölgəsində yerləşən Kür Araz ovalığının və Muğan düzünün mərkəzində yerləşən Saatlı rayonunun geniş mənzərəsini izləyirsiniz. Rayonun coğrafi mövqeyi düzənlikdir və dəniz səviyyəsindən 28 metr aşağıda yerləşir. Araz ilə Kür çaylarının əlverişli su imkanları kənd təsərrüfatının inkişafına mümbit şərait yaradır. Saatlı rayonunun ümumi sahəsi təxminən 1180 kvadrat kilometr təşkil edir. Əhalisinin sayı isə 111 min nəfər civarındadır. Tarixən bu ərazilərdə qədim dövrlərə aid yaşayış məskənləri mövcud olmuşdur. Saatlı rayonu iqtisadi cəhətdən kənd təsərrüfatının yönümlü bölgədir. Burada pambıqçılıq, taxılçılıq, bostançılıq, tərəvəzçilik və heyvandarlıq kimi sahələr geniş inkişaf etmişdi. Rayonda yerləşən suvarma sistemləri də bu sahələrin davamlı inkişafına xidmət edir. Bu qədim və bir o qədər də müasir regionun zəngin irsini, inkişaf yolunu və gündəlik həyatını sizə yaxından təqdim edəcəyik. Bizi izləməyə davam edin. İndi isə Saatlı bazarındayım. Bazarda qiymətlər sizə də maraqlıdır, eləməz mənə də. Qiymətlə bərabər keyfiyyət də bizim üçün vacibdir. İstənilən məhsulun adı ilə, yəni məhsulun tərkib hissəsi eyni olmalıdır. Gəlin bunu da, qiymətləri də, məhsullar da bərabər araşdıraq. Salam, balıq neçəyədir? 10 manata var. Məsələn, bu neçəyədir, bu neçəyədir, o neçəyədir? Bunlar çoxusu 8 manatdır, bunlar 8 manat, 10 manat, bir də 7 manat. 7 manat. Bazar olsun. Bazarlarda iki növdə yetişdirilmiş balıq daimi vardır. Birisi təbii üsulla, birisi isə fermer təsərrüfatında fermerlərin böyütdüyü balıqlar. Düzdür, o balıqların hərsən ki, nə ilə yemlənir, o haqda məlumatım yoxdur. Açığı deyim, o balıqların dadı mənim damaq zövqümə uyğun da deyil. Ona görə balıqları alanda ən yaxşı soruşmağınız bu fermerdə böyüdülən, fermada və ya dambada böyüdülən balıqdır, yoxsa dəniz və ya çay balığıdır. Tələbatı ödəmək üçün məcburan, əlbəttə ki, fermerdə böyüdülmüş, dambada böyüdülmüş balıqlara ehtiyac vardır. Çünki ehtiyacları qarşılamaq üçün məcburan təsərrüfatlarda böyüdülən balıqlar və toyuqlardan da istifadə olunur. Bazarı gəlin birgə araşdıraq. Mənə çox suallar yazırlar. Nə üçün bazar market deyil? Çünki daha çox bazarda görülür. Burada bir səbəb var. Bu səbəb odur ki, bazardakı məhsulların etiketi, hazırlanması və keyfiyyəti bizim üçün sual altındadır. Çünki buna bir nəzarət edən yaxşı qurum lazımdır ki, o məhsulların keyfiyyət göstəricisini yoxlayıb, sonra xalqımız üçün satışa uyğunluğunu bildirsin. Marketlərdə isə nə vardır? Marketlərdə məhsulların etiketi, alışı, satışı, hansı şirkət istehsal edib, bunun tərkibində nələr var, bunu biz vətəndaş da bilirik, dövlət də bilir ki, bu məhsulu istehsal edən şəxslər kimdir? Amma bazarlarda nə vardır? Bazarlarda yalnız və yalnız söz var. Kənd malıdır, öz malımdır, təmizdir, keyfiyyətlidir. Amma bizim üçün hər zaman sual altında olur. Bu məhsul doğrudan da keyfiyyətlidirmi?
doğrudan da təhlükəsizdirmi? Söhbət burada 1 kilo məhsuldan və ya qiymətindən getmir. Ailecə bizə qarşı olan hansısa bir xəstəliyin gələcəkdə olmasından gedir. Biz özümüzü bunun üçün qorumalıyıq və buna görə də bazarlarda əlbəttə kəndlilər kənd məhsullarını satmalıdır. 100% təbii, 100% də bioloji cəhətdən təmiz olan məhsullar. Amma bazarlarda isə gördüyümüz nə var? Gördüyümüz bu var ki, kəndli məhsulunu rahat sata bilmir. Buna görə sata bilmir ki, fırıldaqçıların məhsulları orada kəndli məhsulu adı altında satışda olur. Ümid edirəm ki, bura baxan bazar rəhbərliyi buna dəqiq, düzgün riayət edəcəklər ki, məhsulların yoxlanılmasına və satılmasına. Belə halda biz kəndlilərdən rahatlıqla məhsul əldə edə bilərik və bazarlardan da məhsul ala bilərik. Ümid edirəm ki, bu mesajım bazarlara nəzarət edən qurumlara çatacaq və onlar da icra edəcəklər. Nə yemlərdir bunlar? Mal yemləri də var, toyuca yemləri də var, quşun yemləri də var. Tərkiblər nədir adətən? Tərkiblər qarğabəli. Deyirlər ki, katkı maddələri istifadə olunur bəzən. Yox, Varmı elə şey? Yox, ancaq bax sən, qarğabəli yemləri. Bu qarbəs o mal yemləri nədir? Mal yemi, o da qarğabəli yemindən istifadə olunur. Eləmi? Bəli. Sadə. Bəli, Bu sadə. Arpa imişli yemi də də. istehsal olunur da. Bəli. İmişli şəkər də var. Bazar olsun. Çox sağ ol. Buğda neçədir? Burada 50 qəpik alacaq. Ha, üyüdülmüş buğdaz var. Var, 60 qəpik. Hansıdır? Budur. Başdakı birinci. Bu. Bu çörək eləmək olur. Yox, Bu yem üçündür, toyuq yemi. Mən çörək üçün olandan deyirdim. Neçədir kartof? başqa 1 manatdır, 80 qəpik 1 manat. 80 qəpik 1 manat, soğan isə 50 qəpik. Yumurta neçədir? Ha, 30-a almışsınız ya satırsınız? Maşallah, Allah bərəkətli eləsin. Kənd yumurtasıdır da, təmiz. Bəli, Bəs süd neçədir? südün litrindən 70 qəpik alır. Almaq demə də, Hadi yox, satmağı deyim de də, də. hə. Satmağa da 80 qəpik. 80 qəpik. Hə, litri 80 qəpik. Bəs bu yağ Yağı da 11 manat almışıq, daha 1 manata qoyub üstünə satılır. 11 manat alınıbdı yağ. Bəli. Ha. Bu yağ yəqin təmiz yağ deyil. Təmiz yağ olan. Yağ düz süzür də, mən deyim yalançı olmayayım, mən saqqalımıza yanaşmır. Nehri ilə yağ olan 15 manatda, tokla nehri olanda 11 manat, 12 manata satılır. Yox, elə 11 manat təmiz yağ mən soruşdum İmişlidə istehsalçıdan. Tək qaymağın hələ, qaymağın. Yəni o qaymaq ki, tam təmiz süddən əldə olunubdur və qaynadılıb, süd bişirilib və bişirdikdən sonra separatora vurulubdur və eyni zamanda qaymaq çıxarılıb. Qaymağın özün topdan 1 ton satsa 9 manat 50 qəpiyə. 1 kilo qaymaqdan da ən yaxşı şəkildə 800 qram yağ əldə etmək olur. Bu isə yağın kilosunun topdan satışı 13-14 manatdır deməkdir. Yəni mən öz reallığı deyirəm, İmişlidə bilirsiniz, tondan süd istehsal olunur. Eyni şey də Lənkəranda. Ağsaqqal Keynəmrə alıb satır. Ola bilsin tərkibini bilmir. İndi mən bunu laboratoriyaya aparsam, problem çıxsa siz cavab verəsiniz, Mən yoxsa deyirəm, orada nə problem, orada qatıl yox şey. var. Deyirik ki, kənd təsərrüfat yumurta belədir filan Hə. bəs məkanda. Bir tok günə 30 köpük pul xərcləyir. Yəni zada Mən olur. yağı deyil. Ya yağdan elə yağı da 6 manat 50 köpükdür kipin. Elə deyil. O çəkdirməyə var 1 manat. Bu düşür 7 manat 50 köpüyə. Günədə bir dənə bir heyvana bir dənə kip gedir. Yəni deyirsiniz ki, normaldır qiyməti. Yox, hələm ucuz verir. Mən yox deyirəm bu çox ucuzdur. O Bəli, ola çox bilməz. çox ucuzdur. Kərə yağı 100% süddür. 100% təbii yağ da adıyla palmal yağı tərkibi Palmalı yağı satılandır. bilirsən nəyə görə ucuz verir o? Ha, niyə? Kəsçinin malına qiymət verən yoxdur. Yox, hər nədən. Yox. Vardı yağın əlində. Mən Tanışın varsa saxlaya bilmirəm. yox 13 manatdan aram. Bu 11-ə ver. Təmizin ver 15-ə də aram. Saxlaya bilmirəm. Yox vardı deyirəm. Yox, yoxdur. Bəs nə deyirsən? Məsələ burada ağsaqqal keyfiyyətli məhsuldan gedir. İnsanları aldatmaq olmaz. Ki məhsulun ünvanını, mənbəyini, adını düz demək lazımdır. Siz bugün yaxşı bu neçə versən bunu? Kilosu 11 manat. İndi mən deyirəm ki, bunu laboratoriya aparsam, bax qanuni şəkildə
xoşunuza gələcək. 11 manata ola bilməz ağ kərə yağı. Mümkün deyil. Cəmaatı südü satsan sən, bax 3,5% maksimum inəkdə süd yağlı olur, düzdürmü? Bax bu südündə ən azı 25 litrdən 1 kilo alınır. 80 qəpiyə südü satırsan. Bunu elə vursan ortalama, bu eləyir 20 manat. Südü tək. Bəs bunun yağı məntiqli deyil axı. Nəysə, məsələ sən deyirsən, məsələ Mən olduğumu deyirəm, aldığımı. öz istehsalındır. Özüm gəndə sən gətirsən ki. Mən yalan danışa bilərəm də sən gətirsən nədir? Bu düzgün deyil. Yox, cəmaat bu cəmaatı aldadan elə cəmaatın özüdür. Qıraq adam niyə axtarırıq ki? Bəzən yağ seçimimizdə çox çətinlik çəkirik. Əlbəttə, kərə yağı adı altında bir çox məhsullar var ki, bu əlbəttə kərə yağı deyil. Həm üzərində yazılmaqla iş bitmir. Tərkibini yoxladıqda isə bəzən bu ümidlərin sonsuzluğuna gəlirik. Bazarlarda isə kərə yağı altında satılan bəzi məhsullar var ki, 10 manata, 11 manata, hətta 9 manata satılan məhsullar var. Bu isə bizi narahat edir. Müasir dövrümüzdə elə bir texnologiya inkişaf edib ki, əsl kərə yağı ilə tərkibi qatılmış kimyəvi və ya bitki tərkibli olan yağları seçmək belə çətindir. Nə dadla, nə də görüntü ilə. Bunun üçün ümid edirəm ki, lazımi orqanlar bu məsələyə çox ciddi yanaşacaqlar. Çünki hal-hazırda ölkəmizdə keyfiyyəti aşağı olan və tərkib hissəsində əsl kərə yağı olmadığına dair faktlar da mövcuddur. Bildiyimiz kimi marketlərdə hətta kərə yağı adı altında o qədər məhsullar mövcuddur ki, artıq biz alıcı olaraq da seçimdə əziyyət çəkirik. Mənə yazılan mesajlarda, məktublarda bununla çox qarşılaşıram. Hətta insanlara nə cür cavab verəcəyimi də artıq mən də bilmirəm. Ümid edirəm bunu bilənlər vardır. Varsa, hansı təmizdirsə bizə də məlumat versin. Görək necədir. Artıq elə bir zamandayıq ki, düşünürəm, ağı qaradan seçmək belə mümkün olmur. Çünki ikisini də qaranlıq otaqda bizə göstərirlər. Gəlin bir-birimizi aldatmayaq, vicdanlı olaq, ədalətli olaq. Qoy malını sat, demirəm ki satma. Əgər bunun tərkibində bitki tərkibi varsa, adamlar xəstədir. Həkim ona tapşırıb ki, təbii yağ qəbul etməlidir. Aparır və xəstəxanalar isə xəstələrlə dolur, daşır. Buna görə diqqətli olaq. Yoxsa mən ağsaqqala, niyə satırsan, belə satsan demirəm, əstəğfurullah. Allah bazarını açıq eləsin. Allah gəlirini daha yaxşı eləsin, amma hər şey diqqət etmək lazımdır, daha keyfiyyət. Yoxsa bir yumurtanı yazıq 30 qəpiyə alıb 33 qəpiyə satır. Bəzi adamlar 50 qəpiyə satır. Amma məsələ bu deyil. Məsələ kənd yumurtacısa, kənd yumurtası adı ilə satılmalıdır. Əgər bu fermer yumurtasısa, ferma yumurtası adı ilə satılmalıdır. Bu bir mənalı belə olmalıdır. Bu arada qeyd etmək istəyirəm ki, bildiyimiz kimi bölgələrin çox bazarında olmuşam. Amma ilk dəfədir bu qədər təmiz, səlqəli, vətəndaşların rahatlıqla ticarət etməsi üçün həm döşəmənin, həm də tavanın qapalı olması, şəraitin yaxşı olması, satıcıların da yaxşı ticarət etmələrinə, alıcıların da yaxşı şəkildə alıcılıq etməyə şəraiti mövcuddur. Əslində mən istəyirəm bütün bölgələrimizdə bazarlar bax belə olsun, ən azından. Daha da yaxşı olanlar varsa, əlbəttə bir çəkiliş edirik, bunu işıqlandırırıq. Amma əlbəttə keyfiyyətli məhsul satmaq, bu isə vətəndaşın vicdani borcudur. Əlimizi vicdanımıza qoyub, vicdanlı şəkildə məhsul satarkən övladlarımızı xəyalımıza gətirməliyik, sağlıqlı və sağlam məhsul satmalıyıq. Hə, sağlıqsız məhsul sata bilərsən, sağlam olmayanda məhsul sata bilərsən, amma sağlıqlıdır deyib insanları aldatmaq olmaz. Məsələn, broiler toyuğunu kənd toyuğu adı ilə satmaq olmaz. Kərə yağı adı ilə bitki tərkibli, bitki mənşəli yağ satmaq olmaz. Və bunun kimi bir çox məhsullar vardır ki, bazarımızda mövcuddur.
belə yerdə nə deyiblər? Bazara da bazar deyiblər. Alan da, satan da ağıllı müştəri və ağıllı satıcı olmalıdır. Buna diqqət etməliyik. Göyərtin 7-si 1 manat dediniz. İmişlidə 6-sı 1 manat idi. Deyirlər ki, kələm turşusuna boya rəng vururlar. Düz deyirlər. Yox, bundan çoxundur qaynar. Hə, çuğundur qaynadıb vurursunuz. Bu həmişə bu xanımı alıram, göyərtində alıram. Ha. Hər şey gözəldir. Kənd mallarıdır. Belə də Allah biz razıyıq. Qiymətində də razıyıq, hər bir şeydə. Qışdır indi. Qış tərəzivatı nə olmalı ki? 7-si 1 manata çox gözəldir. Yox, yaxşıdır. Mən Çox etiraz gözəldir. eləmirəm. Bəli, etiraza ehtiyac da yox. Olanda olur. Yox, olmayıb bizə. Satır. Yəni etiraz hər bir Mən vətəndaşın özüm hüququ saatlı kimi borcu. deyirəm ki, satır rayonunda heç bir etiraz yoxdur, ya da ola bilmir. Çox gözəl. Məhsulun etirazı yox. Bəli, məhsul Yağ, da bu. kərə- Tərəvəzdə, kətdə. Kərə yağı neçə olar? Kərə yağı 12 manat. Təmiz kərə. Bəli, 13 manat. Bəli. Harda var? Məndə. Nə qədər lazımdır? Nə qədər satırsan? Satıram həftəyə 3 Nömrəni ver. kilo. Həftəyə 3 kilo. Deyirəm, Bəli. bişmiş süddən edirsən ya çiğ? Şimdi bizə qanunun yerə yağıdır, kərə yağı. Qatıqdan. Bəli. Qatıqdan Bəli. edir. Ver nömrə. Qatıqdan hazırlayırsa mən 15 manatdan alacağam. Qatıqdan hazırlanırsa aylıq pulun göndərin, mənə göndərsən onu. Çox Allah Yaxşı. sizə razı olsun. Cümlətən. Salam aleyküm, necəsiz? Sağ olun. Köy neçədir? 1 manat. 1 manatdır. Turp, Bu da 1 manat. o da kələm Selam 40 qəpik. Bazar olsun. İnşallah bu arada süd məhsulları haqqında qiymətlər soruşub sizə mütləq məlumat verəcəm. Pendir neçədir ana? Salam, necəsiz? Pendir 5 manata. Bəs bu 2 manat. yağ neçədir? Yağ 1 manat. 11 manata. Bu Qaymaq yağı da. Qaymaq. Hiç alıblar. bəs bu Şurada, o da şurada 2 manat. şor. Dadına baxa bilərəm ona. Bəli, buyurun. Bismillah. Bəs bu pendir neçədir? Yox, bəsdir, az olsun, bəsdir. Bismillah. Bu pendirdə 5 manat. Təzə pendirdir o. Yox, yemirəm, bəsdir. Götürülmüş pendirdə. Ha, Götürmüşdük. 40 günün geçib yəni. Bəli, bəli, keçir. Ha, bu da 5 manatdır. Sonra nəyin var satdıq? Bu. Bunlara da baxaq da. Kəhli otudur. Turşuda. Bazarda satılan süd və süd məhsulları haqqında məlumat vermək istəyirəm ki, bu süd məhsulları necədir? Bu yaxınlarda mən süd aldım, gətirdim, evdə bişirdim. Öz başıma gələn əhvalatı danışıram. Süd demək olar ki, suyu süd tərkibindən, sıxlığından daha çox idi. Südün ümumiyyətlə sıxlığı səhv etmirəmsə 36% təşkil edirsə, sıxlıq hissəsi, orada isə ümumiyyətlə 20% belə yox idi. Yaxşı, alıcı bunu necə bilsin? Daimi aldığınız bir satıcı olmalıdır ki, etibarını qazanasınız və ondan da daimi alasınız. Və ya belə açıq şəkildə bazarda satılır, sonra da narahatçılıq yaşayırıq. Mən məsələn, bəzi pendirlər var ki, heç südlə əlaqəsi yoxdur. Kimyəvi və ya quru süddən eyni zamanda palma yağı və ya digər bitki yağları ilə tərkibinə əlavə olunaraq həmin məhsul hazırlanmışdır. Süd məhsullarının əvvəla sağımı necə olur? Hansı heyvanlardan sağılır? Bunun xəstəliyi yoxlanılırmı? Bazara daxil olarkən südlərin tərkib hissələri yoxlanılırmı? Çünki birtilyoz və digər xəstəliklər eləməz süd məhsulları ilə insan orqanizminə daha sürətli keçir. Əgər pendir bildiyimiz qaydada 40 gün duzlu suda qalmayıbsa, bunun tərkibində olan həmin bakteriyalar ölmür. Yaxşı, bunun üçün nə olmalıdır? Süd təmiz olmalıdır. İçərisində insan üçün zərərli bakteriyalar olmamalıdır ki, təzə pendirdən yediyin halda birtilyoz və ya digər xəstəliklər də tutmayasan. Əgər bazarda südlər satılırsa, pendirlər satılırsa, yağlar satılırsa, bunun sağlıqlı olmasını kim cavab verir? Bu sağlıqlıdırmı? Bunun tərkibi yoxlanılıbmı? Bazara daxil olarkən buna sertifikat verilibmi?
ki, bu məhsul doğrudan da yoxlanılıb və xəstəliyi yoxdur. Bu cavabdeyi kim daşıyır? Mən o südü alsam, evimdə bir uşağım və ya mən bir xəstəliyə tutulsam, kim cavab verəcəkdir? Əlimdə çirk yox, əlimdə qəbriz yox, aldığım yerə aid bir dəlil yox. Bu yoxların ardında bir var məsələsi var ki, bazara nəzarət edən bir qurum bazara ciddi nəzarət etməlidir. Satılan məhsullar laboratoriyada yoxlanılmalıdır və xalq üçün də açıq satışı olmalıdır. Marketlərdə əlbəttə pastörizə olunmuş südlər, pendirlər, üzərinə hətta bu yaxınlarda bir marketə girdim, marketdə qaymaq satılırdı. 6 manat 88 qəpiyə və həmin qaymağın tərkibini oxudum. Tərkibində yazmışdır, pastörizə olunmuş süd, dadlandırıcı, rəngləndirici və bitki yağı. Bitki yağı dediyimizdə əlbəttə palmal yağından söhbət gedə bilər. Ən azından marketdə satılan həmin qaymağın tərkib hissəsini oxudum, almadım. Amma bazarda hara oxuymalıyım? Bazarda necə bilim? Bu arada bazarda mütləq toyuq, cücə, hinduşka, qaz, ördək, onların da qiymətini soruşaq. Bu xoruzun maşallah gözəlliyinə bax. Maşallah. Bu neçədir bu? Orta qiyməti 14 manat. Həqiqi, çox əla. Bu da onun toyuğudur, yəqin. Fərələrdə 10 manatdır. Çox gözəl, çox qəşəng. Bazar olsun. Adam bu xoruzun gözəlliyinə baxır, heç qıymas ki, onu kəssin. Yaxşı, bəs bu toyuqlar neçədir? Bu 9, o 7. Hə, o niyə 7-dir, bu 9-dur? Onlar baş şeydən yerlidir orada. Brollerdir. Hə, yaxşı. 7-yə də. Bəs hunduşka neçədir? Mütləq olsa 15 manat. Fərədilər. Qaz? Qaz 20 manat. Qazda 20 manat. Ördək? Ördək 7 manat. Bəs bu qazlar neçədir? 35 manat. 35 manata bazar olsun. Sağ ol, çox sağ ol. Bəs yaşıl başların neçədir? 15 manat. 15 manat. Bu arada ətin də qiymətini soruşum dedim. İmişlidə ətlərin qiyməti Bakıdan aşağıdır demək olar. Amma burada isə qiymətlər bilmirəm. İndi qiymətləri soruşub. Ət çox gözəl görsənir. Erkək dana ətidir. Maşallah olsun. Quzu ətidir. Əslində bunu bəyəndim. Üzərini belə bağlamaq daha məqsədə uyğundur. Açıq olmaqdandısa. Quzu əti neçədir? 19 manata. Bəs dana? Dana 16 manat. Dana əti 16 manat. Qoç əti? Toyuqlar 14 manat. Qoç əti 14 manata. Əla. Maşallah səlgəli, səhmanlı. Qiymət quzu əti də Əmli quzət 19 manat. 19 manata. Deməli İmişlidə buradan qiymət fərqlidir. Biz insanlar hər zaman gigiyenaya diqqət etməliyik. Yaxşı, ət satılır, bəzən ət alırıq, ətin rəngindən, qoxusundan, hətta dadından da razı qalmayan vaxtlarımız olur. Buna görə ət seçimlərimizə çox diqqət etməliyik. Ətin təzəliyinə, saxlama şəraitinə, kəsim şəraitinə və eyni zamanda qablaşmasına da fikir verməliyik. Bəzi yollarda, bazarlarda rastıma çıxıb ki, əti tozun və həmin o insanların çox olduğu yerdə açıq havada asıblar. Amma onun üzərinə ən azından bir örtüklə örtdükləri halda biz həmin əti təmiz şəkildə alma imkanımız olur. Yaxşı, ətin gigiyenik standartlarının qorunması üçün, eyni zamanda o zəncirin qorunması üçün marketlərdə bir şərait yaradılmışdır. Düşünürəm ki, artıq insanlar da bazarlarda, piş taxtalarda satdığı ət məhsullarını eləməz təmiz, səlqəli şəkildə vətəndaşlara sata bilərlər. Ət alarkən diqqətli olmalıyıq. Ətin növünü, cinsini, harda kəsilib və hansı otlaq sahədə böyüyən bu haqda da məlumat almalıyıq. Çünki
Ətin rəngi bəzən ağa çalır, deyirik ki, dana ətidir. Sən demə sonradan bilirik ki, bu camış ətidir. Ağlığına görə aldanmayaq. Əgər tünd qaradırsa, niyə bu qədər qaradır? Bu da sual işarəsindədir. Bu yaxınlarda diqqətinizi çəkmiş olar. Bəlkə də mediada qarşınıza çıxmışdır ki, illərdir Türkiyədə bir neçə yerdə satılan dönər ətlərin tərkibində yalnız at və uzunqulaq ətindən istifadə olunmuşdur. Bilmirəm, ətdən danışım, süddən, yağdan, yoxsa hansı ərzaqlardan. Ümumiyyətlə qeyd edim ki, bazarda və eyni zamanda bax bazar ətrafında təmizliyi çox bəyəndim. Səlqəli, təmizdir, yer, döşəmələr, piyada keçidlər, bazarın içərisində olan nə varsa səlqəlidir. Şəhər olaraq balaca şəhərdir və buna görə də bazar da balacadır. Amma bazarlarda olan məhsullar, piştaxtada olan məhsullar çox gözəl idi və çox da bəyəndim. Qiymət də bura rayon olduğu üçün büdcəyə uyğundur. Allah hər kəsin büdcəsini yaxşı etsin, insanlar da alıb rahatlıqla evlərində həmin gözəl məhsulları istifadə etsin. Bəzi bölgələrdə, bazarda avtomobil saxlamaq üçün ya yer yoxdur, ya da çox sıxlıq olur. Amma burada diqqətimi əsas bir məqam çəkdir. Gördüyümüz bu istiqamətdə bazara gələn insanların avtomobillərini rahatlıqla park edəcəyi bir ərazi təyin olunmuşdur və beləliklə insanlar avtomobilini elə məhz bu ərazidə də saxlayırlar. Salam, xoş gördük. Necəsiz? Qızıl əhmədi neçədir? Görəsən qızıl əhmədidir bu? Yəsdir, ben deyirlər bax. Hə, neçədir? Bilmirəm, deyirlər özü gəlsin. Yası gedib. Məsələ oradadır ki, mən çəkilişə gələndə bir çox məhsulların, satışda olan məhsulların satıcıları olmur. Satıcısı var. Yığıb o malları götürüb gedim. Yol üstü fərqli bir ləzzət gördüm deyə dayandıq. Bir onu çəkək dedi. Zöhrənin təndiri. Görək Zöhrənin təndirində nələr var? Gəlin bir yerdə baxaq. Hə, bismillah. Salam aleykum, hər vaxtınız xeyir olsun, necəsiz, bərəkətli olsun. İnan çöldə o qədər soyuqdan donmuşam. Gəldim bura, əlimdə istindi. Çörək bişirsiniz, hə? Baxaq, bərəkətli olsun. Bəh, 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 maşallah, maşallah. Birini neçəyə verirsiniz? 70 qəpik. Neçə qram gərsəksiniz? 700 qram, deməli 100 qramı 10 qəpiyə verirsiniz. Beləliklə, ümid edirəm ki, mən tamaşaçılara fikrimi bildirdim ki, burada nələrə diqqət etməliyik. Əslində, hər bir şeyə ciddi nəzarət olsa, ən azından saxtakarlıqlar və saxtakarlar və dolandırıcılar üzə çıxar, biz də bəlli edərik, bunu almarıq. İndi isə mövzum əsasdır. Bəzən bunun hər birinin günahı isə elə məhz alıcıdadır. Alıcı ağıllı müştəri sisteminə keçməlidir. Ağıllı müştəri dediyimizdə nədir? Aldığı məhsulu yoxlamalıdır, qiyməti ilə məhsulu müqayisə etməlidir, tərkib hissəsi mütləq və mütləq oxumalıdır ki, bu məhsulun üzərində nə yazıb, bu bizim üçün faydalıdır, zərərlidir. Yəni ki, sən məhsul aldığın zaman məhsulun üzərinə oxu, saxlanma şəraitini yoxla, tərkib hissəsini yoxla. Bu yaxınlarda mən bir marketdən məhsul almışdım. Elə oldu ki, sürətli tələsik oldu, aldım məhsulu. Alandan sonra getdim, baxdım ki, saxlama müddəti keçib və geri qaytardım. Düşünün ki, nə qədər belə hallar baş verir. Düzdür, mən məhsul alanda artıq oxuyuram, saxlama temperaturunu yoxlayıram, qiymətini soruşub analiz edirəm, məhsul harda istehsal olunur, onu yoxlayıram. Buna görə də biz diqqətli olmalıyıq.
biz özümüz istəsək bunu yaxşı bir formul qaydasında idarə edə bilərik. Bu yaxınlarda bazarlarda olmuşam. Şəki, Qax, Zaqatala, Balakənd. Qarşı zamanda o haqda fikirlər bildirəcəm. O bazarlarda mən ümumiyyətlə həmin saxta qaymaq, saxta məhsul rastlamadım. Bəlkə də var idi. Bəlkə də məni görüb gizlətmişdilər. Amma nəticə etibarilə bəlkələri kənara qoysam, mən o məhsullara rast gəlmədim. Demək ki, biz şəxs olaraq özümüzü, ailəmizi qorumalıyıq. Yəni, qidaları alarkən sağlıqlı, sağlam qidalar seçiminə diqqət etməliyik. Eyni zamanda da məhsulun etiketini oxumalıyıq. Saxlama şəraiti, tərkib hissələri. Bu haqda da məlumatımız olmalıdır. Ən əsas odur ki, sağlığınıza diqqət edin. Quru yeməkdən qabaq da sulu yemək yeməyi unutmayın. Hələlik. Xoş gəlmisiniz. Bu qorumadır. 1 saat ət qaynayıb. Duzunu atmışam qaynaya-qaynaya. Ondan sonrasına tökmüşəm az süzənə, sümüyü zadını çıxartmışam. Çıxardandan sonrasını götürmüşəm, soğanı qoğurmuşam. Pomidorun, soğanın, bibarın, şüdün, hər şeyin hazır neməti eləmişəm. Bu bizim milli yeməyimizdir. Bu bizim plovumuzdur. Biz bunu düyünü birinci yuyuruq. Yuyandan sonrasına ıslaqda qalır. Qalandan sonrasına bunu suyu qaynadırıq, duzunu atırıq, qaynayır. Qaynayandan sonra düyü pişəndən sonrasına aparıb süzürük. Süzəndən sonrasına gətirib dəmə qoyuruq. Altına da lavaş qoymuşam, qovurma ilə gedəcək. Turşu qovurma ilə. Bunu əti yumuşam, bunu da əti yumuşam, bunu da qaynadmışam. Qaynadandan sonrasına gətirib soğanı qoğurmuşam. Soğanı qoğurandan sonrasına bunun içinə şabalıd, ərik, alça turşusu, gavalı turşusu, bunun hamısını vurmuşam. Bir də kişmişim, bunu vurmuşam. Həyat çolpasıdır. İndi şişə taxıb bunu isiyotlayıb, duzlayıb, rahlayıb, tomatlamışıq, sarı kök vurmuşuq. Bunu indi hal-hazırda aparıb mangalda pişirəcək. Bu da kartofumuzdur. Kartofu soymuşam. Soyandan sonra duzlu suya qoymuşam. Qızarandan sonra da duzlayanda da duzlamışam. Sonra qayıdıb sarı kökün vurmuşam, qızartmışam. Bundan sonra da balığı təmizləyəcəm, doğrayacam, yaxşı bunu qızardacam. Pomidordur, bibardır, kişnişüdür. Bunu da hazır eləmişəm. Bu da alça şorabasıdır, bu da nardır, balıqla gedəcək. Bu da pomidor şorabasıdır, ondan sonra badamcan şorabasıdır. Biz saatlı da gəzdik və əlbəttə yemək saat olduğu üçün eləməz Hunter villanı seçdik. Bugün buradayıq. Gözəl qardaşımızla bərabərik. Yeməyə dəvət etdilər. Yeməklər haqqında ümumi məlumat verəcək. Hansı yeməklər vardır və nələrdir? Salam, xoş gəlmişsiniz. Hunter villanın administratoru Tahirdir. Yeməklərimiz haqqında belə məlumat verim ki, çəki balığıdır. Yəni, porsu 6 manatdan qiyməti. Plovumuz var, qara ilə bir yerdə 5 manata. Qoğurmamız var, qoğurmanın porsu 5 manatdır. Turşular 2 manatdan başlayır qiymətlər. Qaldı ki, kababdır, toyuq kababıdır. Yəni bizdə 4 manatda qiymətlər. Mən sən hansı yeməkdən birinci servis edeyim? Mən sizə servis edeyim. Yox, mən eləyim. Aşdan verim, bismillah. Ana qabı verim. Turşu gözəl görsən, plovu yaxşı dəmləyiblər. Bəsdir? Bəli. Üz-gözü, bu dibi qazmağından da qoydum, bax. Plov möhtəşəm idi. Həm gözəl dəmləyiblər, gözəl dəm alıbdır. Əllərinizə sağlıq olsun. Hunter villa həm otelimiz, həm də spamız var bizim. Yəni otel girişi səhər yeməklə birlikdə 50 manatdır qiyməti. Spa da içində daxildir ona.
yəni gedib istirahət eləyə bilərlər. Bundan əlavə gəlirsənsə, yəni giriş qiyməti 12 manatdan başlayır. Daxildir, fitə, dəsmal, şampun, sabun, saunanın içində olan avadanlıqlar. Bizim obyektdə spirtli içkiyə qəti şəkildə icazə yoxdur. Nə də gətirməyə də icazə yoxdur. Biz yeməyimizi yeyək, yolumuza davam edəcəyik. Əlbəttə tələsirik deyə yeməyi tam yeyə bilməyəcəm. Ona görə başqa bir yerə getməli. Yol üstü mütləq çəkilişimizə davam edəcəyik və sizinlə gözəl anlarımızı hələ də bölüşməyə davam edirik. Ay sağ olun Mehdi. Salam, xoş gördük. Hoş geldiniz. Çok sağ olun. Siz necəsiniz? Biz Saatlıdan Bakıya doğru gedirdik. Amma Sabirabadda bizim gözəl Aslan qardaşımız əl çəkmədi ki, yox bizim qonağımız olmadan buradan sizi ötürmərik. Bizim təmlarla da yəni yaxından tanış olun deyə. Allah razı olsun, diqqətiniz üçün minnətdarım. Gözəl məkanınızla tanış olaq. İnşallah. Buyurun. Buyurun. Hoş gelmişsiniz bizim Sağ Sabirabad'a. teşekkür ederim. Burada dostumuzun yeridir. İnşallah girək içəri, oturaq, çaydan, çörəkdən. Mən maraqlı budur ki, sizin ixtisas peşanızı indi tanıyıram da, yəni ki, studiyanız var, Bəli, Allah razı olsun. çap işlərlə məşğulsunuz, şadlıqda, el şənliklə çəkilişi. O işlərimizdə qəşəng gedir inşallah. Bu məkan mənim dostumun yeridir. Hə. Hər zaman boşluq olanda gəlirib burada istirahət edirik. İnciyəcəydin ki, biz görüşmədən keçsəydik, yoxsa... Əlbəttə ki. Eləmi? Əlbəttə ki. Allah razı olsun. Siz gərəsiz burada. Sağ Biz olun. sizi qonaq eləməmiş. Bunda bir məkanla bir gəzib tanış olaq. Tamam. Beləliklə artıq çay süfrəsində çayımızı içək, biz yoldayıq ona görə. Danış görək, işlərindən danış. Çoxdan da görüşmürük. İşlərimiz yaxşıdır. Bizim regionda ilk dəfədir ki, may ayına kimi çəkiliş qrupamızda toy çəkilişi, Bəygəlin klibi, albom, limitsiz foto çəkiliş, PTS çəkiliş, yəni bir neçə kameralarla birləşmiş və axırda da Bəygəlinimizə qızıl üzük hədiyyə. Sənə nə verəcəklər? Pul vermirlər, başa Şu verir. Yəni nə qədər verirlər? Deməli, may ayına kimi bir kampanya 700 manat. 700 Amma manat. rayon daxili. 700 manat ödəyirlər. Bəli, Bütün o dediklərinizi verirsiniz. bəli. Bir dənə də qızıl üzük gəlinimizə hədiyyə. Bəyə niyə vermişsiniz gəlinə? Bəyə də verə bilir, hər hansı birinə də. Hə. Sizə əlaqə saxlayıb zəng vursalar, həmin tədbiri edəcəksiniz, o dediklərinizi. Bəli. Və bir də hədiyyə verəsiniz 700 manata. 700 Bunlar hər manatın biri içində. daxildir. 2 flaşka hədiyyə veririk. Bəs şəhərə Çəkiliş. birdən çağırsalar, Şəhərə dəvət olunsa, şəhərə çox güman ki 1200 manat arasında olar. Çünki orada biri işıq tutmaqdır, ikisi kamera çəkir, biri ancaq indi türklər demişkən Bəygəlin Instagram klipləri, gələn çəkilişlərdə bizim Sabirabadın daha geniş ətraflı, qəşəng çəkərik orada. Tarix yerlər var. Sabirabad Tarixi, bizə gözəl mətbəx yeməkləri var. Bizim Axsa türklərinin yeməkləri, mantısı, xingəli. onu istəyərəm. Bax, o nə vaxt gələk o çəkməyə? İnşallah istəyirsiniz Novruz bayramı çəkilişi necə? O Bayram. Novruzda biz Həm başqa- Ramazan bayramı, həm Novruz O bayramı. başqa yerdə olacaq. Siz vaxt deyin, bu yaxın zamanda. Nə vaxt istəsəz, siz uyğun bir Aha. vaxtda Allah razı olsun, təşəkkür bilirsiniz edirəm. də hər zaman qapımız Çox açıqdır. sağ olun, Allah razı olsun. İnşallah. Mən hər şey üçün sizə Allah təşəkkür razı edirəm. olsun, Allah ömür versin. Mütləq gəlib sizinlə birgə əməkdaşlıq İnşallah. edərik. Nə vaxt Və eyni istəsəz. zamanda xüsusən bunu demək istəyirəm ki, bizə dəstək oldun çəkiliş Çox sağ ol. üçün. Hər bir halda istər Saatlıda da bizimlə birgə Çox idin, sağ ol. istər də elə məhz burada.
Təşəkkür Var edirəm. olasın. Qonaqpərvərliyiniz üçün sizə öz minnətdarlığımı bildirirəm. Yaxşıdır ki, varsınız. Amin, cümləmiz. Çox sağ olun. Var olasın. İcazə versən sağollaşarıq bizlər. İnşallah. Sağlıqla qalın, sağ olun deyirəm. İnşallah başqa yerdə başqa ləzzətlər olmaq ümidi ilə. Bu arada xüsusən qeyd etmək istəyirəm ki, çəkiliş üçün bizə dəstək oldular və buna görə də Saatlı rayon İcra Hakimiyyətinə və İcra Hakimiyyətinin əməkdaşlarına öz təşəkkürümü bildirirəm. İndi isə sağollaşıram. Özünüzdən müğayət olun, Allaha əmanət olun. İnşallah gələn verilişdə hansı rayonda ləzzətləri olacaq, sizinlə bərabər tanış olarıq. Sağ olun, sağlıqla qalın.